Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu videomuzda 2026-cı ilin aprel-may aylarında Naxçıvan Muxtar Respublikasında baş tutacaq sertifikasiya imtahanına dəstək məqsədi ilə növbəti videomuzu təqdim edirik. Bu izaha sertifikasiya hazırlaşan bütün müəllimlər paylaşa bilər. Yəni ilk imtahana qarşıda gələn ilk imtahan Naxçıvanda olacağı üçün əsas onlara dəstək xarakterli çəkirik, amma hər kəs faydalana bilər. İzaha keçmədən öncə kanala abunə olaraq paylaşılan bu ödənişsiz videolardan davamlı olaraq faydalana bilərsiniz. Bu bizim artıq səhv eləmirəmsə 10-cu və ya 8-9-cu dəstək xarakterli videomuzdur. Bundan sonra da yenə davamlı olaraq videolarımız olacaq. Kanala abunə olun ki, bu videolardan faydalana biləsiniz. Həmçinin bizim dərslərimizlə maraqlananlar 055 418 82 02 nömrəsi ilə əlaqə saxlayaraq aprel ayında başlayacaq qruplarımız üçün qeydiyyatdan düşə bilərsiniz. Dərslərimiz həftədə 3 dəfə olur. Bu 3 dərsin biri hər həftənin sonu mətnlərin canlı yayımda izahından ibarətdir. Bu canlı yayımları sırf mətn canlılarını ancaq dərs qruplarına qoşulanlar görür, başqa heç kim görmür. Yayım gizli açılır. Əgər siz də bu canlı yayımları izləmək istəyirsinizsə imtahana qədər dərslərə qoşula bilərsiniz. Digər 2 dərsimizdə mövzuların tədrisidir. Bütün mövzuların video izahı var. Dərs zamanı hər mövzu ilə əlaqəli minimum 2 sınaq işləyirik ki, hər birində video izahını qrupda göndəririk. Tam ətraflı məlumat üçün 055 418 82 02 nömrəsinə WhatsApp-dan yazıb dərslər haqqında ətraflı məlumat əldə edə bilərsiniz. Gəlin keçək sualların izahına. Birinci sual. Hansı hallarda defis işarəsindən istifadə olunur? Söz sətirdən sətirə keçirilərkən. Bu doğrudur. Məsələn, ki, defis qoydum, tabı yazdım burada. Deməli, defis durğu işarəsi deyil. Ona görə də sətirdən sətirə keçirilərkən qoyula bilər. Dialoq isə bu. Məsələn, deyirəm ki, salam, qarşımdakı deyir, salam, o da salam verir mənə. Deməli, dialoqda istifadə olunan bu işarələr tiredir və bu durğu işarəsidir. Ona görə dialoqu götürmək olmaz. Ümumiləşdirici söz və həmcins üzvlər arasında ümumiləşdirici sözlərə də eyni zamanda defis yox, təbii ki, tire işarəsindən. Çünki bu durğu işarəsi hesab olunur. Yəni, üçüncü fikri də götürə bilmərəm. Buna bir örnək verim istəyirsiniz. Məsələn, Arif, Akif, yəni hər kəs gəldi. Hər kəs ümumiləşmiş sözdür. Arif və Akifin. Deməli, burada tire durğu işarəsindən istifadə olunur. Mürəkkəb sözlərin tərəfləri arasında. Bəli, bu defis işarəsidir. Məsələn, tez, tez. Burada defis işarəsi qoyulur. Bu, deməli, durğu işarəsi hesab olunmur. 4 doğrudur. Hecalanma zamanı. Bəli, bu da defis işarəsidir. Məsələn, deyə bilərəm ki, tab. Burada qoyduğum işarə defisdir. Durğu işarəsi hesab olunmur. Cümlə üzvü ilə əlavə arasında əlavələrdə qoyulan tire əlbəttə ki, durğu işarəsidir. Deməli, durğu işarəsi deyil, 1, 4, 5 defis işarəsi istifadə olunur. Cavab C variantı. İkinci sual. Hansı cümlədə zərfdən düzəlmiş sifət cümlənin təyinidir? Yuxarıdakı sözləri oxuyanda qanı bərk qaralmışdı. Qanı qaralmaq frazeoloji birləşmədə cümlənin xəbəridir. Nə zaman qanı qaralmışdı? Yuxarıdakı sözləri oxuyanda. Bu da anda əndə ilə fe'li bağlama tərkibi cümlənin zərfliyi olub. Yəni, bu cümlədə təhlil zamanı görürəm ki, heç təyin yoxdur. Yəni, mən yuxarıdakını müstəqil təyin götürə bilmərəm. Yuxarıdakı sözləri. Nəyə görə götürə bilmərəm? Çünki, baxın, yuxarıdakı sözlər, hansı sözlər? Yuxarıdakı sözlər. Bu, sözə aiddir. Sözdə oxuyanda fe'li bağlamasına aiddirsə, deməli, avtomatik olaraq yuxarıdakı sözdə fe'li bağlama tərkibinin daxilində təyindir. Yəni, burada müstəqil təyin yoxdur. Daha doğrusu zərflikdir. Fe'li bağlama tərkibində təyin heç burada yoxdur. Gözünü açıb gördü ki, balaca uşaq lap yaxınındadır. Hansı uşaq? Balaca uşaq. Balaca bura təyindir, amma düzəlmiş sifət deyil, sadə sifətdir. Heç nədən düzəlməyib. İdmançılar əvvəlki uğurlarını təkrarlamaq istəyirdilər. Təkrarlamaq, istəmək. Baxın, əgər maq mək məstərindən sonra istəmək fe'li gəlirsə, bilin ki, bu mürəkkəb fe'l əmələ gətirir. Yəni, təkrarlamaq istəyirdi cümlənin xəbəridir. Kim təkrarlamaq istəyirdi? İdmançılar. Nəyi? Uğurlarını. Hansı uğurlarını? Əvvəlki uğurlarını.
Əvvəlki sözü bura təyindir. Əvvəl zərfindən əvvəlki sifət əmələ gəlir. Deməli, zərfdən düzəlmiş sifət təyin vəzifəsindədir. C variantı uyğun gəlir. Ağacdakı meyvələr dərilmədi, saraldı, çürüdü. Hansı meyvələr ağacdakı? Bu cümlənin təyini ağacdakı sözüdür və burada sözün kökü ağac ismidir. İsimdən sifət yaranıb, zərfdən yox. Ona görə D-ni götürmək olmaz. Heç kim sabahki hadisələrdən xəbərdar olmaq barədə marağını gizlədə bilmirdi. Gizlədə bilmirdi cümlənin xəbəridir. Özündən əvvəl A, Ə gəldiyi zaman bu mürəkkəb fe'l yaranır. Gizlədə bilmirdi kim? Heç kim. Nəyi? Marağını. Nə barədə marağını? Sabahki hadisədən xəbərdar olmaq barədə maqmək barədə qoşması ilə birlikdə işlənib cümlənin tamamlığı oldu. Yəni burada iki ayrı tamamlıq var. Biri maqmək məsdər tərkibinə daxildir. Deməli, sabahki sözü sabah zərfindən düzəlmiş sifət olsa da, cümlənin müstəqil təyini deyil, çünki maqmək məsdərə aiddir. Yəni, bu nümunədə təyin işlənməyib. Doğru cavab C variantı olacaq. Üçüncü sual. Mənsubiyyət şəkilçisi qəbul edərkən ikinci heccasındakı saiti itirməyən isim. Oğul sözü. Məsələn, deyirəm ki, mənim oğlum, sənin oğlun. Baxın, U burada düşdü. Şəkil sözü. Mənim şəklim, sənin şəklin. Görürüz, i düşdü. Alın sözü. Mənim alnım, sənin alnın. I düşdü. Çiyin sözü. Mənim çiynim, sənin çiynin. Deməli, buradakı i düşdü. Alim. Mənim alimim deyəcəm. Yoxsa mənim alimim. Deməli, alim, alimim. Burada i düşmür. Doğru cavab Y variantı. 4. Özünü tənqid edə bilmək insanın vicdanlı olduğunu sübut edir. Cümləsinin sintaktik təhlil sxemi sübut edir. Nə? Özünü tənqid edə bilmək sübut edir. Nəyi sübut edir? İnsanın olduğunu, insanın vicdanlı olduğunu sübut edir. Deməli, burada bir mübtəda var, məsdər tərkibi ilə ifadə olunub. Bir tamamlıq var, fe'l sifət tərkibi ilə ifadə olunub. Bir dənə xəbər var. Mübtəda, tamamlıq, xəbər, cavab C variantı. 5. Əcəl bəla qalxanıdır. Sözlər haqqında deyilənlərdən biri düzgündür. Cümlədəki bütün sözlər isimdir. Əcəl nə əcəl isimdir, bəla nə bəla isimdir, qalxan nə qalxan isimdir. Bu doğrudur. Bəla adlı haldadır, yox, bəlanın qalxanıdır, qeyri-müəyyən yəli haldır. Qalxanıdır, təsirli haldadır. Ümumiyyətlə, təsirli hal cümlənin xəbəri ola bilməz. Bəlanın qalxanı burada mənsubiyyətdir və bu söz adlı haldadır. Əcəl düzəltmə isimdir, səhvdir, sadə isimdir. Bəla isimləşmiş sifətdir, səhvdir, bəla isimdir, sifət deyil. Cavab A variantı. 6-cı suala keçmədən öncə bir daha qeyd edirəm ki, bizim aprel ayında açılacaq sıfırdan onlayn qruplarımıza qeydiyyat davam eləyir. Dərslər həftədə 3 dəfə olur. Bu 3 dərsin biri hər həftənin 6-cı günü mətnlərin canlı yayımla izahından ibarət olur. Yəni, dərslərimizdə sırf bir gün mətnlərə ayrılır. Digər 2 dərsim isə mövzuların sırayla tədrisidir, hansı ki, bütün mövzuların video izahları var və dərs zamanı hər bir mövzu ilə əlaqəli minimum 2 sınaq işləyirik. Hər bir sınağında video izahları qrupa göndərilir. 6-cı sualdan davam eləyək. Amonim sözlər cərgəsini seçin. Yol, tut, min. Yol sözü, biri var ki, maşın yolu, isim kimi. Bir də var yolmaq, feil kimi. Tut sözü, biri var yediyim tut, meyvə. Bir də var tutmaq, feil kimi. Min sözü, biri var min, say kimi. Bir də var minmək, feil kimi. Deməli, bunların ilə üçü də amonimdir, cavab olacaq A variantı. Baş, diş, göz, bu sözlər ümumiyyətlə çox mənalı olan sözlərdir. Amonim kimi işlənə bilməyən sözlərdir. Məsələn, insanın başı, kəndin başı. Bu məcazdır, amonim ola bilməz. Əsir sözü, külək əsir, bir də tutulan əsir. Burada, baxın, tutulan əsirdə sözün kökü əsirdir. Külək əsir nə edir? Burada əsmək kökdür, ir qrammatikdir. Başlanğıc forması əs olan sözlə, başlanğıc forması əsir olan söz bir-birilə təbii ki, amonim ola bilməz. Eyni söz gəlin sözünə də, əkin sözünə də aiddir. Məsələn, bir var deyirəm, nə isə əkin, əmr eləyirəm. İn burada olur, qrammatik şəkilçi. Feilin şəxs sonluğu. Bir də var əkin, biçin. Burada əkməkdən əkin yaranır, əkin ismi. Tamamilə fərqli sözlərdir. Biri başlanğıc formada əkindir, digəri əkdir. Ona görə amonim ola bilməz. Dimdik, vurun, yeyin.
Bu sözləri məsələn dimdik sözü vurğuya görə dəyişir. Dimdik, quşun dimdiyi vurğu sona düşür. Bir də var dimdik dayanmaq. Deməli amonim ola bilməz. Y bəndində adam, yemək, qul, bu da yenə amonim olmayan sözlərdir. Cavab A variantı. 7. Gövdə sözünün fonetik xüsusiyyətləri ilə bağlı fikirlərdən biri düzgündür. Sözün tələffüzü elə yazıldığı kimidir. Gövdə heç nə dəyişmir burada. Sözün deyilişi ilə yazışı fərqlənir, səhvdir. Söz bir hecalıdır, səhvdir çünki gövdə 2 hecalıdır. Sözdə 2 cingiltili samit var, C, V, D. 3 dənə var, 2 dənə səhvdir. Ö saiti açıq, incə, dodaqlanmayandır, dodaqlanandır. Səhvdir bu. Sözdə 5 hərf, 5 səs var. 5 hərf, 5 səs heç nə dəyişmir. Deməli, Y bəndi doğru fikirdir. 8. Anamla mağazadan bir top parça alıb evə qayıtdıq cümləsinin morfoloji təhlilindəki səhvi istəyir. Mağazadan isimdir, çıxışlı haldadır, konkretdir. Mağazadan isimdir, çıxışlı haldadır, düzdür, konkretdir, düzdür. Hamısı doğrudur. Parça isimdir. Deməli, mağazadan bir top parça alıb, bəli, isimdir. Qeyri-müəyyən təsirli haldadır. Yəni, parçanı alıb evə qayıtdıq. Doğrudur. Top, toplu isimdir. Bir top parça. Bura top, toplu isim deyil. Bir sayı ilə parça ismi arasında işlənən top numarativ söz kimi işlənmişdir. Məsələn, bir nəfər adam, 2 cüt corab, bir top parça. Buradakı top sözü isim yox, numarativ sözdür. Bu səhv fikirdir. Evə isimdir, düzdür, yönlü haldadır, A, yönlü haldır, düzdür. Haraya sualına cavab verir, bəli, evə qayıtdıq, haraya qayıtdıq, doğrudur. Bir müəyyən miqdar saydı, bəli, bir top parça. Neçə top parça, doğrudur. Neçə sualına cavab verir, quruluşca sadədir, hər biri doğru fikirdir, yanlış oldu, C variantı. 9. Hansı cümlədə ilə bağlayıcı mövqeyindədir? Əgər ilə bağlayıcıdırsa mütləq və ilə əvəz olunmalıdır. O öz gözəlliyi ilə hər kəsə heyran qoymuşdu. Və ilə əvəz elə. O öz gözəlliyi və hər kəsə heyran qoymuşdu. Olmadı. Əlini bıçaqla kəsmişdi. Və ilə əvəz elə. Əlini bıçaq və kəsmişdi. Olmadı. Arif ilə Samir yaxın dostdurlar. Ləni və ilə əvəz elə. Arif və Samir yaxın dostdurlar. Olarmı? Bəli, olar. Deməli, cavab C-dir. Masanın üzərindəki kitabları əli ilə itələyərək yerə atdı və əvəz elə kitabları əli və itələyərək yerə atdı olmaz. Biz kəndə maşınla getdik və əvəz elə biz kəndə maşın və getmişdik olmadı. Deməli doğru cavab C variantı olacaq. 10-cu sual. Zərfi əvəz edən əvəzlik hansı cümlədə işlənmişdir? Mən səninlə birgə bu yolu gedəcəyəm. Burada mən, sən, bu yol 3 dənə əvəzlik işlənib. Mənlə sən ismi əvəz eləyir. Bu yol hansı yol? Təyindir. Hansı sualına cavab verir? Deməli, sifət əvəz eləyir. Burada zərf əvəz eləyən əvəzlik işlənməyib. Sənin nə dediyini ayırd edə bilmədim. Sən şəxs əvəzlik ismi yerində işlənib. Nə dediyini, bu nə sualdır yenə ismi yerində işlənib. Burada zərfin yerində işlənən əvəzlik yoxdur. Kimsə tək başına bu işin öhdəsindən gələ bilməzdi. Kimsə qeyri-müəyyən əvəzlik, kim sualına cavab verir, ismi yerində işlənir. Bu işin öhdəsindən hansı işin ismə aiddir, hansı sualına cavab verir, deməli bu sifətin yerində işlənir. Başqa da zərfin yerində işlənən əvəzlik yoxdur. Nə vaxt təzə binaya köçəcəyik? Nə vaxt zərfin sualıdır. Zərfin sualı sual əvəzliyi deməkdir, yəni zərfin yerində işlənən əvəzlikdir. Cavab D variantı. Elə mən də bunu deyirdim, necə mən də bunu deyirdim deyə bilmirəm, çünki elə burada ədatdır, ümumiyyətlə əvəzlik deyil. Mən, bu, 2 dənə əvəzlik var, hər ikisi ismin sualına cavab verir. Kim deyirdi? Mən, nəyi deyirdim? Bunu. Kim və nəyi sualları ismin sualı olduğuna görə ismi yerində işlənmiş 2 əvəzlik var burada. Demək, doğru cavabımız olacaq D variantı. Dəyərli müəllimlər, bu izahımızın da sonuna gəldik. Kanala abunə olaraq paylaşılan bu davamlı izahlardan, videolardan faydalana bilərsiniz. Dərslərimizə qoşulmaq üçün də 055 418 82 02 nömrəsi ilə əlaqə saxlayıb aprel qruplarına qoşulub məlumat əldə edə bilərsiniz. Sağ olun, növbəti izahlarda, növbəti videolarda görüşərik.